Hansı uşaqlar xəstələnmir deyə sual versəniz, mən hər zaman bir pediatr olaraq ilk növbədə uşaqların qidalanması barədə çox danışıram. Uşaqların düzgün qidalanması onların sağlamlığı üçün çox vacibdir. Əgər bir uşaq doğru düzgün qidalanırsa, hər gün meyvə, tərəvəz, bol mayı, ət, yumurta, sağlıqlı qidalarla qidalanırsa, belə uşaqlar daha az xəstələnirlər. Nəinki gündəlik qidasında abur-cubur, kalbasa, sosiska, paketli qidalar, market qidaları, bu tip qidalanan uşaqlar daha sağlıqsız qidalandıqlarına görə belə uşaqlar daha çox tez-tez xəstələnirlər. Əziz valideynlər, hər zaman uşaqlarınızın qidalanmasına diqqət edin. Uşağım ağlayır, başqa uşaq yeyir, mənim uşağım da yesin deyə marketdən uşaq ağlayır deyə bəzi zərərli qidaları alıb uşaqlarınıza yedizdirməyin ki, sonra da bizə müraciət edib mənim uşağım iştahsızdır, mənim uşağım niyə tez-tez xəstələnir deyə gəlməyin. Ona görə uşaqlarınızı sağlam qidalandırın. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.